Meyşad. Salam qardaş. Necəsən mənim qardaş? Sağ ol, yaxşı ol. Sən necəsən? Sağ ol, çox sağ ol. Meyşad, biraz xəstəliyin barəsində danış, ümumiyyətlə sağalma prosesi barəsində danış, sırğın barəsində danış mənim qardaş. Demək qardaş, mənim 13 il ağır istifadəm olub. Yəni çox ağır oldu həqiqətən. Mən elə başlayan gündən damar daxili istifadə eləmişəm. 13 ildən sonra yəni bu proqramla tanışdığım 2 il bundan qabağa kimi olub. Mən 20 ay ayıq qaldım. 20 ay ayıqlıqdan sonra yəni məndə belə bir şey yaranmışdı ki, mən heç vaxt yəni dəfələrlə müalicələrdə olmuşam da, yəni məşq ağasından tut, belə detoksundan tut, evdə müalicələr, xaricdən hətta deyərdim ki, həkim gəlib mənə müalicə eləyib, mən çıxış yolu tapa bilmirdim. Proqrama gəldim, məndə bir, belə deyim, 10-cu, 11-ci ayımdan sonra belə bir fikir yarandı ki, mən yolunu tapdım, mən bacardım, mən də alındı, mən bir də narkotik istifadə eləməyəcəm. Başladım özümə icazələr verməyə. Hansı ki, icazələr ki, mənə olmazdı, mənim istifadə yerinə getməklərim, mənim istifadə yoldaşlarımla görüşməyim, yəni narkotik vasitələrə yaxın durmağıma kimi, yəni bütün icazələr verdim, qızla münasibətə qədər, yəni bütün icazələr vermişdim. Məndə qırılma nöqtəsi başladı qumarla. O qumar ki, mən 9-cu ayında başlamışdım qumara. Soruşurlar məndən ki, sən qumar niyə oynayırsan? Deyirdim ki, mənim problemim narkotiklədir, yəni mən qumarbaz deyiləm ki, yəni çox adam mənə öndə gedən deyildi ki, sırıqdasan da, yəni bunu qəbul edir. Ən əsas bir dənə üzr istəyirəm, ən əsas vacib olan şeylərdən biri budur ki, bu üçündə çoxlu asıllarda belə bir illüziya yaranıb beyinlərində ki, mən narkotik istifadə edirəm, yəni qumar sırıq deyil. Əsas mən bu yerə toxunmaq istəyirəm ki, biraz o təcrübəmdən danışasan ki, sağalma yolunda olan qardaşlarımız bilsinlər də, yəni bu sənə hansı fəsadları yaratdı ki, sən tezdən narkotik istifadəsinə qayıtdın? Yəni, gözəl sualdır, bax. Bu illüziya məndə də var idi, yəni yenə deyirəm, bayaq da vurğuladığım kimi ki, mən deyirlər ki, sən sırıqdasan, yəni aslı adam üçün qumarın özü də sırıqdır, amma mən onu özüm üçün sırıq qəbul eləmirdim ki, mənim problemim narkotikləndi. 4 ayın içində mən o qədər pul uduzdum ki, 10.000-ə yaxın pul uduzdum. Məndə belə bir his başladı ki, mən dəfələrlə yadıma gəlir ki, evdə ip axtarmışam, ipi asmağa yer axtarmışam ki, bir dənə özümü asım, öldürüm də, yəni yaşamaq istəmirdim də, həqiqətən elə bir hisslə yaşayırdım ki, mən konkret olaraq yaşamaq istəmirdim. Gəldim elə bir yerdə dirəndim ki, biri var özümü asam öldürəm, biri də var ki, mən gedim narkotik istifadə edim. Bilirdim axı bu hisslərdən çıxış yolu mənim üçün narkotikdir. Mən narkotik istifadə eləsəm, yəni özümü öldürmək həddindən qayıda bilərəm də, yəni özümü öldürmək istəyim mənim başımdan gedəcək. Üzr qardaşım, bu proses neçə gün tamam, nə qədər qumar oynadın, neçə müddət qumar oynadın sən? Çox, 4-5 ay, bəlkə də çoxdur da, yəni. Qumarın özü nə qədər pul utdun, uduzdun? Mən yəni konkret olaraq udmağa oynamamışım da, yəni. Ayıqlıqda mən qumarı konkret olaraq, o bir dənə hiss yaşadırdı, mən uduzanda da o hissi yaşayırdım. Yəni mənim tanıyan uşaqlar bilir də, yəni yanımda uşaq oturub 2700 manat balansda pul olub. Uşaq maşının şitinə döyürdü ki, qardaşım sən pulu çıxart. Mən ona başa sala bilmirdim ki, qardaş, mən o pulu udmaqdan ötürü oynamıram bu oyunu. Yəni, mən onun yaşatdığı hisslər var, mən ondan ötürü oynayırdım. Hansı ki, hisslər mənim boşluğumu, belə deyim də, yəni, o narkotikin məndə yaratdığı boşluğu bu qumarla doldura bilirdim. Hansı ki, mən ləzzət alırdım o hisslərdən. Uduzanda belə mən ləzzət alırdım. Mən onu heç kimə başa sala bilmirdim. Amma bir yerə gəldi, çatdı ki, yəni, həqiqətən də gördüm ki, mən yaşaya bilmirəm də, yəni uduzmaq bir qırağa qalsın, o hisslərlə nəyisə doldurmaq bir qırağa qalsın, mən ümumiyyətcə yaşamaq istəmirdim də, yəni ölüm həddinə çatdırmışdım.
Bunu da bu hissi də yatışdırmaqdan ötürü mən getdim narkotik. 2 dəfə cəhdim oldu sözün açığı. Yəni cəhd elədim narkotik istifadə eləməyə. Qorxularım vardı ki, mən narkotik istifadə eləyərəm, yəni ölə bilərəm, neçə aydır eləmirəm, ölərəm. Gördüm ki, yox da, yəni qumarla onsuz da özümü öldürəcəm. Mən getdim, istifadə elədim, narkotik istifadə elədim. Narkotik istifadə elədim. Baxdım ki, gördüm ki, qumar oynamaq istəmirəm. Baxdım ki, xəstəliyim məni gətirdi, qumarla, axırda da yəni narkotik də eləyəndən sonra qumar da oynamaq istəmədim. Mənim xəstəliyim nə idi? Mən təzədən istifadəyə, yenidən istifadəyə qayıdım. Qumarı kiçildə ay yarım sırıbda oldum. Yəni mən 13 ildə eləmədiyim istifadəni ay yarımın içində elədim də, yəni. Çəkim 20 kiloya yaxın düşdü. Hansı hisslər yaşayırdın ən əsas? Hansı hisslər ki, bax, mən belə deyim də, mən o hissləri yaşamamaqdan ötürü arda-arda narkotik istifadə edirdim. Yəni günə, məsəl üçün, mən istifadə vaxtımdan danışıram. 2 dəfə, 3 dəfə mən qane edirdisə, mən sırf vaxtı 10-11 dəfə narkotik istifadə edirdim. Gün ərzindəki hansı ki, mən reallığı görmək istəmirdim. Hansı ki, mən yaşamaq istəmirdim o hissləri. Qırılmış, itirilmiş, yəni çox çarəsiz vəziyyətdə idim ki, mən axı qurtarmışdım bundan. Mənə bu lazım deyildi. Sağlamlıq yolla necə gəldin? Bax, belə deyim, mən indi tək məndə deyil də, yəni belə deyim ki, çox adamda. Mən sentrə təzədən qayıtmaq istəmirdim. Yəni mənim birinci prosesim birinci rezident olmuşam, biraz ağır keçibdi. Mən qayıtmaq istəmirdim istifadəyə, yəni sentrədə, yəni qorxularım var idi. Gedəcəm pastest var, ora, bura, təzədən simya, o yan, bu yan, yəni istəmirdim, mənə ağır gəlirdi. Çünki mən çıxıb sentrdən yenidən istifadəyə qayıtmamışdım. Mənim 20 ay ayıqlığım, mənim addımım, mənim qruplarım var idi, yəni özüm konsultant işləmişdim, mənə ağır gəlirdi, təzədən gəlib sentrdə sırıb işləmək. Sağ ol ki, Brad, mənə, yəni həqiqətən də indi çəkilişə görə demirəm. Yəni, mən elə bir proses keçdim ki, mənim tək zadaniyama başım qarışdı. Mən elə bilirdim ki, mən bilirəm mən necə sırıva getmişəm. Amma həqiqətən də mən bilmirdim. Mən o zadaniya yazı gördüm ki, mən necə sırıva getdim. Mən harada boşluqlar buraxdım. Yəni, bugünkü gün ayıqlığımda indi görürəm ki, hansısa bir ona oxşar bir situasiyadır. Mən təzədən icazələr verirəm özümə. Çünki yazdım o zadaniyaları gördüm axı mən sırıva nələr apardı. Mən bugünkü ehtiyatla yanaşıram. Hər addımıma ehtiyatla yanaşıram. Yəni sağalma yolunda mənim qardaşım, uğurlar arzulayıram. Çox sağ ol qardaşım. Var olasın. Buradan nə deyə bilərsən bu qumar ümumiyyətlə asıllarına, narkomaniya? Ümumiyyətcə bax, qumarın özü bugünkü ən böyük icazədir. Yəni mən vallahi belə pis çıxmasını təkəbbür etdən Allah'a sığınıram. Mənim sağalmam, mən qumarı başlamasaydım, mənim beynimdə bir udar idi. Yəni mən qumar apardı sırım. İnşallah ki, bir daha, yəni Allah sənə güc qüvvət verər, sağalma yolunda mətin addımlayarsan qardaşım. İnşallah qardaşım. Çox sağ ol, var ol. Çəkilişə görə də minnətdaram. Mən də sağ ol. Normal.